Salam, hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. Əsas məqsədi vətəndaşları maarifləndirmək olan qanunçuluq proqramının növbəti sayı efirdədir. Biz verilişimizin bugünkü mövzusunu isə əməyin mühafizəsinə həsr etmişik. Azərbaycan Respublikasının konstitusiyasına əsasən hər bir şəxsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ vardır və belə bir hüququ təmin etmək isə hər bir müəssisə rəhbərinin əsas vəzifəsidir. Biz çalışacağıq ki, bugünkü verilişimizdə əməyin mühafizəsi, onun prinsipləri barədə hər bir həm işə götürəni, həm də işçiləri maarifləndirək. Mən mövzu ilə bağlı studiyamıza dəvət olunmuş qonaqlarımızı təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonaqları isə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Cavad Cavadov, Toğrul İsmailov və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsi Naxçıvan filialının müdürü Ruslan Ələşbərovdur. Hər birinizi studiyamızda salamlayıram. Ruslan müəllim, məlumdur ki, 28 aprel hər il dünyada əməyin mühafizəsi günü kimi qeyd olunur. Gəlin biz əməyin mühafizəsinə, bu günün qeyd olunmasının mahiyyətinə sizinlə birlikdə nəzər salaq. Əməyin mühafizəsi işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququnu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər normativ hüquq haqlarda, habelə kollektiv müqavilələrdə, əmək müqavilələrində nəzərdə tutulmuş müalicə, profilaktika, sanitariya, gigiyena normaları, qaydaları və standartları sistemidir. Əməyin mühafizəsinin təmin olunması sizin də başda qeyd etdiyiniz kimi hər bir işə götürən üzərinə düşən ən önəmli vəzifələrdən biridir. Və bugünkü gündə əməyin mühafizəsi dedikdə böyük bir mədəniyyət nəzərdə tutulmalıdır. Çünki əməyin mühafizəsi özü bir mədəniyyətdir və bugün dünyada əməyin mühafizəsinə beynəlxalq əmək təşkilatı tərəfindən verilən üstünlük və eləcə də işə götürən və dövlət hakimiyyəti orqanlarının, dövlətin nəzarəti çərçivəsində əməyin mühafizəsinin önəmi xüsusilə vurğulanmalıdır. 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günüdür. Bəli, qeyd etdiyiniz kimi. Bugün Azərbaycan Respublikasında da 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd olunur. 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmişdir. Beynəlxalq Əmək Təşkilatının özü 1919-cu ildə ilk dəfə yaradılmış və həmin təşkilat tərəfindən xüsusilə iş yerlərində işçilərin sağlamlığı, təhlükəsizliyi, müalicə profilaktika məsələləri və onların həyatı üçün təhlükə törətən təhlükə potensiallı obyektlərdə işçilərin sağlamlığının qorunması məsələsi və digər bu istiqamətdə olan məsələlər mühafizə olunur. Beynəlxalq Əmək Təşkilatı tərəfindən ilk dəfə 6 konvensiya qəbul edilmişdir ki, sırf həmin bu konvensiyalar bu istiqamətləri əhatə etmişdir. Beynəlxalq Əmək Təşkilatından danışdıq. Yəni, Beynəlxalq Əmək Təşkilatı bugün qeyd edək ki, Azərbaycan Respublikası da 12 may 1992-ci ildən etibarən Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Məhz elə bu səbəbdən də Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş konvensiyalar Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapmaqdadır. Belə ki, bu günə qədər qəbul edilmiş həmin konvensiyalardan 59 konvensiya eyni zamanda bir protokol ratifikasiya olunmuş şəkildə Azərbaycan Respublikasının milli qanunvericiliyində də öz əksini tapır ki, bu həmin konvensiyalarda işçilərin əmək hüquqları, uşaq əməyindən istifadə olunması, qadın əməyindən, qadınların sosial məzuniyyət məsələsi və digər kənd təsərrüfatı sahəsində və bir sıra sahələrdə əmək qanunverici istiqamətində təsbit edilmiş məsələlər bugün Azərbaycan Respublikasında da qanunvericiliyimizdə öz əksini tapmaqdadır. Qeyd edək ki, sırf həmin bu ratifikasiya olunmuş konvensiyalar içərisində, 59 konvensiya içərisində 21 konvensiya sırf əməyin mühafizəsi məsələlərini əhatə edir ki,
Burada da Azərbaycan Respublikasının Milli Qanunvericiliyində bu məsələlərdə öz əksini tapmaqdadır. Beynəlxalq Əmək Təşkilatı qeyd etdiyimiz kimi ilk öncə bura 9 ölkə daxil olsa da, yəni ən başda Beynəlxalq Əmək Təşkilatı insanların o əmək hüquqları müdafiəsi istiqamətində 9 ölkə ilə bu yola çıxırsa, sonralar artıq haliyyədə qeyd etmək olar ki, 100-dən artıq ölkə Beynəlxalq Əmək Təşkilatının üzvü kimi 28 aprel həmin bu ölkələrdə də Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd olunmaqdadır. Bəli, biz əmək mühafizəsinin mahiyyətini nəzər saldıq. Toğrul müəllim, məlumdur ki, əmək qanunvericiliyimizdə əməyin mühafizəsinin normaları, qaydalar və prinsipləri öz əksini tapmışdır. Gəlin biz bu qaydalara, prinsipləri sizinlə birlikdə nəzər salaq. Deməli, ilk öncə onu qeyd edim ki, əməyin mühafizəsi normaları və qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, həmçinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə müəyyənləşdirilir. Əməyin mühafizəsi normaları, standartları və qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Əməyin mühafizəsinin normaları və qaydaları hökmən işçilərin, istehsal təcrübəsi keçən tələbə və şagirdlərin, müəssisədə işə cəlb edilən hərbi qulluqçuların, həmçinin fövqəladə vəziyyət və hərbi vəziyyət rejimində işlərə cəlb edilən şəxslərin çalışdıqları müəssisələrə şamil edilir. Əməyin mühafizəsi prinsipləri dedikdə biz nələr nəzərdə tuturuq? Deməli, işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, mülkiyyət və təşkilata hüquqi formasından asılı olmayaraq müəssisələrdə əməyin mühafizəsi tələblərinin vahidliyi, müəssisələrdə əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsinə müəssisələr tərəfindən səmərəli və nəzarətin həyata keçirilməsi, həmçinin təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, əlavə təhsili və əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi əməyin mühafizəsinin əsas prinsiplərinə aid edilir. Bəli, biz əməyin mühafizəsinin prinsiplərinə nəzər saldıq. Cavad müəllim, məlumdur ki, bu prinsiplərin pozulması həmçinin inzibati məsuliyyətə səbəb olur. Gəlin biz inzibati məsuliyyət barədə həm işə götürənləri, həm də işçilərimizi maarifləndirək. Qanunvericiliyə müəyyən olunmuş qaydada həm işə götürənin, həm də işçi olaraq onlarla bağlanan əmək müqaviləsində hər iki tərəfin vəzifələri, hüquqları müəyyən edilir və təbii ki, bu vəzifə, bu hüquqların həyata keçirilməsi qeyd etdiyimiz kimi bağlanılan əmək müqaviləsi ana sənəd olaraq bu sənədlə və bu gün qüvvədə olan normativ hüquqi aktlarla Əmək Məcəlləsi və digər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlar tənzimlənir. Təbii ki, burada qeyd olundu, əməyin mühafizəsi qaydaları qanunvericiliklə müəyyən edilmişdir və bu qaydaların işə götürənlər, mülkiyyətçilər tərəfindən gözlənilməməsi, pozulması təbii ki, həmən işə götürənlərin məsuliyyətini müəyyən edir ki, bu məsuliyyətlərdən də biri məhz inzibati məsuliyyətdir və digər məsuliyyət növləri var. Qısa da olsa onlarda haqqında qeyd edək, cinayət məsuliyyətinin, həmçinin maddi və insan məsuliyyətinin yaradılmasına səbəb olur ki, bunlardan da biri qeyd etdim, inzibati məsuliyyətdir ki, təbii ki, işə götürən və mülkiyyətçi əməyin mühafizəsi üzrə demək, üzərinə götürdüyü vəzifələri qanunvericiliyə uyğun olaraq yerinə yetirmədikdə inzibati məsuliyyət halları yaranır ki, bunlar da bu gün qüvvədə olan işə götürənlər tərəfindən əmək mühafizəsi üzrə norma və qaydalara, standartlara əməl edilməməsi, binaların, qurğuların, avadanlıqların təhlükəsizliyinə riayət edilməməsi, iş yerlərində sanitariya, gigiyeniya şəraitin təmin edilməməsi və bu gün qüvvədə olan iş yerlərinin normativ hüquqi aktlara uyğunlaşdırılmaması, eyni zamanda iş yerlərində sanitariya, məişət, profilaktik xidmətlərin təşkil edilməməsi və bununla bağlı bu məsələnin bir balaca əlavə açıqlıq verir. Bu müalicə, profilaktik və sanitariya, gigiyeniya şəraitin təmin edilməməsi nədir? İş yerlərində işçilər üçün normal gigiyenik şəraitin yaradılması, müalicə, profilaktik xidmətlərin təşkil edilməməsi isə bildiyimiz kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsi ilə işə götürənlərin və mülkiyyətçilərin əməyin mühafizəsi üzrə bilavasitə vəzifələri müəyyən olmuşdur. Həmin vəzifələrdən biri məhz demək, ağır və zərərli sahələrdə
çalışan, eyni zamanda yeraltı şaxtalarda, tunellərdə çalışan işçilərə qanunvericilikdə müəyyən edilmiş müalicəvi profilaktik qidalarla təmin edilməsidir ki, o da ağartı, süd məhsulları və ona uyğun olan qida məhsulları ilə təmin edilməsi bilavasitə qanunvericiliyə uyğun olaraq işə götürənlərin vəzifələrindən ki, bunun da pozulması işə götürənlərin məsuliyyətinə səbəb olur. Eyni zamanda iş yerlərində əmək və istirahət rejiminə əməl edilməməsi işə götürənlər tərəfindən buradan bir haşiyə çıxaraq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən Dövlət Əmək Fəşliyi Xidməti olaraq bizə daxil olan müraciətlərin araşdırılması aparılarkən təəssüflər olsun ki, bəzən işçilərin bilirsiniz, qanunvericiliklə müəyyən olunmuş qaydada onları istirahət, yəni iş saatları və istirahət günləri müəyyən edilir ki, bəzən bilərəkdən və bilməyərəkdən bəzi işə götürənlər tərəfindən həmən qaydalar pozulur ki, bu da işçilərin belə deyək, əmək və istirahət rejiminin pozulmasına gətirib çıxaran hallardır ki, bu da inzibati məsuliyyət yaradan hallardır. Və eyni zamanda qanunvericiliklə işə götürənlərin üzərində olan vəzifələrdən də biri işçiləri qanunvericiliklə müəyyən edilmiş, təbii ki, onların ixtisasına, tutduqları peşələrə, əmək funksiyalarına uyğun olaraq təlimatlarının həyata keçirilməsidir ki, həmən təlimatların qanunvericiliyə uyğun olaraq verilməməsi və yaxud da ki, düzgün verilməməsi və onların, həmən işçilərin biliklərinin yoxlanılmaması, əmək mühafizəsi təbliğinin işə götürən tərəfindən aparılmaması halları da işə götürənin inzibati məsuliyyətinə düzgün aparılmaması gətirib çıxarır və eyni zamanda qanunvericiliklə müəyyən olunmuş qaydada və normalara uyğun olaraq təbii ki, burada da işçilərin demək, daşıdıqları vəzifələrə, təmasda olduqları işlərə uyğun olaraq onları normalara uyğun olaraq xüsusi mühafizə vasitələri, fərdi mühafizə vasitələri, xüsusi geyimli, xüsusi ayaqqabıdır və digər fərdi mühafizə vasitələri ilə qanunvericiliklə müəyyən olunmuş vaxta və çeşidlərə uyğun olaraq və buradan əlaqüsdə qeyd etmək istəyirəm ki, pulsuz, yəni işə götürən tərəfindən, bəzən bunu da buradan bir vurğulamaq istəyirəm ki, bəzi hallarda işə götürən yanlışlıqla və yaxud da hansısa səbəbdənsə işçinin əmək haqqısından tutulmaqla həmən vasitələrlə təmin edir ki, bu da ümumiyyətlə yol verilməzdir. Qanunvericilik bir mənalı şəkildə həmən vasitələrlə işçilərin təmin edilməsinin məsuliyyətini vəzifə olaraq işə götürənlərin üzərinə qoymuşdur ki, bu da işə götürənlər tərəfindən əgər bu qeyd etdiyimiz vasitələrlə, həmçinin kollektiv mühafizə vasitələrlə işçilərin təmin edilməməsi həmən işə götürənlərin inzibati məsuliyyətinə səbəb olur. Eyni zamanda demək, istehsalçı tərəfindən avadanlıqların, maşınların, fırlanan və ötürücü hissələrinin istehsalçı tərəfindən xüsusi mühafizə vasitələri ilə, yəni həmən vasitələrin qurğularının istismara buraxılmasına baxmayaraq, işə götürənlər tərəfindən o xüsusi mühafizə vasitələrindən istifadə edilməməsi də işə götürənlərin məsuliyyətinə səbəb olur ki, bütün bu sadaladığımız bu hallarda təbii ki, işə götürənlər inzibati məsuliyyət daşıyır və bu qaydaların, qeyd etdiyimiz qaydaların və dolayısıyla qeyd etdik Əmək Məcəlləsinin 215-ci maddəsində işə götürənlərin vəzifəsi olaraq işə götürənlərin üzərində qoyulmuş öhdəliklərin işə götürənlər və mülkiyyətçilər tərəfindən yerinə yetirməməsi dolayısıyla həmən işə götürənlərin inzibati məsuliyyətinə səbəb olur ki, o da İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən 500 manatdan 1000 manata qədər inzibati məsuliyyəti müəyyən edir və burada əlavə olaraq bu qaydaların, demək, bu və digər başqa qaydaların digər vəzifəli şəxslərə həvalə edilməsi və bu vəzifəli şəxslər tərəfindən qanunvericiliyin bu tələblərinin pozulması, normalarının pozulması nəticəsində yüngül zərərin, işçilərə yüngül zərərin vurulması və eyni zamanda bu qaydaların pozulması nəticəsində işçilərə az-ağır zərərin vurulması da həmən vəzifəli şəxslərin inzibati məsuliyyətinə səbəb olur ki, birinci halda demək bu 1000 manatdan 1500-ə, ikinci halda isə az-ağır zərərin vurulmasına görə isə 1500-dən 2000 manata qədər həmən şəxslərin inzibati məsuliyyətini
müəyyən edir. Bəli, biz əməyin mühafizəsi, onun prinsipləri, həmçinin əməyin mühafizəsi ilə bağlı qanunvericinin tələblərinin yaratdığı inzibati məsuliyyətə nəzər saldıq. Azərbaycan Respublikasının əmək qanunvericiliyi əməyin mühafizəsi ilə bağlı ən mühüm prinsipi irəli sürür ki, bu prinsip ondan ibarətdir ki, bütün hallarda işçinin həyat və sağlamlığı həmin müəssisənin mənfəətindən, gəlirindən və qazancından üstün tutulmalıdır. Bu, əmək qanunvericiliyinin əmək mühafizəsi ilə bağlı ən başlıca prinsipidir. Rustam müəllim, gəlin söhbətimizi sizinlə davam etdirək. Məlumdur ki, əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi ilə bağlı da biz çalışmalıyıq ki, həm işə götürənləri, həm də işçiləri maarifləndirək ki, həm əmək mühafizəsi qaydaları pozulmasın, pozulmuş qaydalar nəticəsində işçilərin həyat və sağlamlığına hər hansı bir zərər toxunmasın. Buyurun. Deməli, əmək mühafizəsi qaydalarını hər yerdə, hər bir iş sahəsində eyni formada tənzimlənməsi, tətbiq olunması, eyni zamanda əmək məcəlləsindən irəli gələn əmək mühafizəsi norma, qayda və standartlarının iş yerlərində qanuna müvafiq şəkildə tətbiq edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, yaşı 18-dən az olan işçilərin əməyinin qadağan olunduğu iş yerləri, hamilə və yaxud da 1 yaşına qədər uşağı olan qadınların işləməsinin qadağan olunan yeraltı işlərdə, şaxtalarda, gecə işlərində, zərərli amillərin mövcud olduğu iş yerlərində, eyni zamanda hamilə və yaxud da 1 yaşına dək uşağı olan qadınların təması qadağan edilmiş iş sahələrində, müalicə profilaktik süd və ona bərabər məhsulların tətbiqi müəyyən olunan iş yerlərinin və digər bu kimi zərərli amillərlə mövcud olan iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur və təsdiq olunmuş həmin siyahı deməli işə götürən əsas vəzifə borclarından biridir ki, həmin siyahının kütləvi şəkildə artırılması və işçilərin həmin siyahı ilə tanış edilməsi. Çünki hər bir işçi işlədiyi iş yerində ona mənfi təsir göstərən, sağlamlığına ziyan verə biləcək, mənfi təsir göstərən zərərli amillərin olduğu sahəni məlumatı olmalıdır və bu sahədən peşə xəstəliyinə tutulma ehtimalının mövcud olduğu iş yerləri barədə məlumatı olmalıdır. Vahid dövlət siyasətini bu istiqamətdə müvafiq icra hakimiyyəti orqanı qeyd etdiyimiz kimi həyata keçirir və daimi dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən də bu sahələrdə deməli qanunvericiliyin tələbinə uyğun olaraq müalicə profilaktik süd və digər məhsulların işçilərə verilməsi, eyni zamanda Cavad müəllim də qeyd etdi, işçilərin fərdi mühafizə vasitələri ilə xüsusi geyim, xüsusi ayaqqabı, xüsusən nəfəs orqanlarının, göz, görmə və eşitmə aparatının orqanlarının qorunması vasitəsilə nəzərdə tutulan, baş nahiyəsinin qorunması üçün nəzərdə tutulan müvafiq fərdi mühafizə vasitələrinin təmin olunması işə götürən tərəfindən təbii ki, həyata keçirilir. Lakin buna dövlət nəzarətini həyata keçirən orqan qanuna müvafiq şəkildə tənzimləyir. Müəssisənin mülkiyyətçisi və işə götürəni müəssisədə əmək mühafizəsi normaları və qaydalarının işçilər tərəfindən riayət olunmasına bilavasitə cavabdehdir və bu sahədə bir sıra tədbirlər həyata keçirilir. Bəli. Deməli, müəssisədə əmək mühafizəsi normaları, standartları və qaydalarına riayət edilməsi, həmçinin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, normal əmək və istirahət rejiminə riayət edilməsi, işçilərin müəyyən olunmuş müddətlər ərzində pulsuz qaydada xüsusi geyim forması, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsi, işçilərin təhsilinin təlimatlandırılması və biliklərinin yoxlanılması, həmçinin görülmüş bu tədbirlər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada və müddətlər ərzində statistik hesabatların verilməsi işə götürənlərin əsas vəzifələrindən biridir. İşçilərin vəzifələrinə nəzər salsaq biz, əmək təhlükəsizliyi, həmçinin yanğın təhlükəsizliyinə qarşı mübarizə tədbirləri görmək və onları öyrənmək, işçilər əmək funksiyasını özünü və digər şəxsləri təhlükəyə məruz qoymayacaq şəkildə icra etməsi, həmçinin belə deyim, onun sahəsinə aid olmayan qurğularda, avadanlıqlarda
partlayış və həyat üçün təhlükəli olan mənbələrdə iş görməməsi, onun üçün verilmiş xüsusi göyev formasında ayaqqabıda işləməsi və lazım gəldikcə belə deyim, fərdi mühafizə vasitələrindən istifadə etməsi, istehsalatda baş vermiş qəzalar və digər bədbəxt hadisələr barədə işə götürəni və mülkiyyətçini və onun nümayəndəsini dərhal məlumatlandırılması işçinin əsas vəzifələrindən biridir. Biz işə götürənlərin vəzifələri nədən ibarətdir qeyd etdik. Təbii ki, işə götürənlərin əsas vəzifələrindən biri də işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Bəli. Məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsində işçilərin hüquqları müəyyən edilmişdir bir mənalı şəkildə. Həmin hüquqlardan da biri məhz işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququnun olması və bunun yaradılmasını işə götürəndən tələb etmək hüququdur ki, bu işçilərin bu qanunvericiliklə müəyyən olunmuş bu hüququ təbii ki, işə götürən tərəfindən bir mənalı şəkildə müəyyən edilib verilməlidir. Həmçinin Konstitusiyanın 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun müəyyən edilibdir. Və məhz buradan, bu meyardan götürsək, bütün iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi bilavasitə işə götürənlərin, mülkiyyətçilərin vəzifələrindəndir ki, yəni bunların normal sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmaması, işə götürən tərəfindən yaradılmaması, bu da təbii ki, həmən işə götürənlərin inzibati məsuliyyətini müəyyən edir ki, və bunun da əgər iş yerlərində sağlam, təhlükəsiz əmək şəraiti yaradılmayıbsa, işə götürənlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati məsuliyyəti müəyyən edir ki, burada da əgər bu pozuntular aşkar olunubsa, işə götürənlər 700 manatdan 1500 manata qədər inzibati məsuliyyətə cəlb olunur. Və buradan bunu da qeyd edim ki, bütün bu məsuliyyətlərin müəyyən edilməsi və bir tənbih növü kimi seçilməsində məqsəd istər işə götürənlər olsun, istər işçilər olsun, istər cavabdeh vəzifəli şəxslər olsun, onların insan sağlamlığının nə qədər önəmli olmasını, bu sahəyə daha çox diqqətin yönəldilməsinə atılmış bir addımdır ki, bunlar da istər işçilər, işə götürənlər, hər tərəfdən, yəni ümumiyyətlə işə götürənlərin vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin bu tərəfləri mütləq gözlənilməli və işçi çalışdığı iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edildiyini görməli və tam arxeyin olaraq öz əmək funksiyasını ona yaradılmış olan bu sağlam, təhlükəsiz əmək şəraitində icra etməlidir ki, yəni öz əmək funksiyasını tam dürüstlüklə, tam arxeinçiliklə həyata keçirə bilsin. Ruslan müəllim, məlumdur ki, əmək mühafizəsi ilə bağlı, həmçinin də iş yerlərinin attestasiyası bizim əmək qanunvericiliyində öz əksini tapmışdır. Ümumiyyətlə, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və bunun iş yerlərinin attestasiyası ilə əlaqələndirilməsi bizim əmək qanunvericiliyi ilə necə tənzimlənir? Faiq müəllim, Cavad müəllim də qeyd etdi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı. Sağlam və iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işə götürənin bilavasitə vəzifə borcudur. Bəli. Bu bizim Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapır. Eyni zamanda digər normativ hüquq haqlarımızda, habelə Əmək Məcəlləsində də bu öz əksini tapır. Əmək Məcəlləsinin 222-ci maddəsinə müvafiq olaraq iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, vahid dövlət siyasətinin hazırlanması və digər bu istiqamətdə illik perspektiv tədbirlərin görülməsi, işçilər üçün məqsədə uyğun şəkildə müalicə, profilaktik, süd, qatıq və ona bərabər tutulan məhsulların, eyni zamanda işçilərin iş sahəsinə uyğun olaraq fərdi mühafizə vasitələrinin təmin edilməsinin və digər bu kimi istiqamətdə iş yerinin Həmkarlar İttifaqı ilə birlikdə vaxtaşırı attestasiyasının keçirilməsi və bununla bağlı nəticələrin işçilərə bildirilməsi məsələləri sırf işə götürənin üzərinə düşən məsuliyyətlərdən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə müvafiq olaraq isə iş yerlərinin attestasiyasının keçirilməsi, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yəni 38 saylı qərara əsasən tənzimlənir. Burada işə götürən deməli
iş yerlərinin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və bu istiqamətdə zərərli amillərin müəyyən olunması üçün attestasiyadan keçirməsi, attestasiya komissiyası yaratmalıdır və həmin attestasiya komissiyası iş yerindəki zərərli amilləri müəyyən etməlidir və bununla bağlı nəticəni 10 iş günü müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinə bildirməlidir. Bugünkü gündə iş yerlərinin attestasiyasının keçirilməsi istiqamətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi publik hüquqi şəxsi ölçmə avadanlıqları vasitəsilə bugün zərərli amillərin mövcud olduğu iş yerlərində və digər iş yerlərində, yəni mülkiyyət və təşkilata hüquqi formasına asılı olmayaraq bütün iş yerlərində iş yerlərinin attestasiyasının keçirilməsi istiqamətində işə götürənə metodiki köməklik göstərir və digər bu istiqamətdə fəaliyyətin tənzimlənməsinə köməklik göstərir. Toğrul müəllim, istərdim ki, söhbətimizi sizinlə məhz işçinin əməyinin mühafizəsinin demək, təminatları ilə bağlı davam etdirək. Bu bizim qanunvericiliklə bu hüquq necə tənzimlənir? İlk öncə onu qeyd edim ki, əmək müqaviləsinin şərtləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək mühafizəsi normalarına uyğun olmalıdır. Bəli. Əmək müqaviləsi bağlanılarkən hökmən orada işə götürən tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması barədə öhdəliklər qeyd olunmalıdır. İşçi peşə xəstəliyinə tutulma riski daha yüksək olan işlərə qəbul edilərkən, işə götürən tərəfindən həmin xəstəliyə tutulma riski həmçinin müddət barədə məlumatlandırılmalıdır. Həmin müddət çərçivəsində işçi ilə müddətli əmək müqaviləsi bağlanılmalıdır. Müddətli əmək müqaviləsi başa çatdıqdan sonra isə işçi ilə əvvəlki orta aylıq əmək haqqı saxlanılmaqla işçi başqa işə keçirilməlidir. Həmçinin işə götürən işçilərin, müəssisədə çalışan işçilərin hər birini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi ilə təmin etməlidirlər. İşçilərin sığortalı olub-olmaması onların əmək müqaviləsində hökmən qeyd edilməlidir. Son olaraq onu qeyd edim ki, işçilər çalışdıqları müəssisədə əmək şəraiti ilə tanış olmalı, həmçinin onların öz hüquqları ilə bağlı məsələləri işə götürəndən tələb etməli, işə götürən isə həmin tələbləri yerinə yetirməyə borcludur. Bəli, onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının biz əmək qanunvericiliyinin pozulmasının səbəb olduğu inzibati məsuliyyətlə bağlı həm işə götürənləri, həm işçiləri demək maarifləndirdik. Əlavə olaraq əmək qanunvericiliyinin tələblərinin pozulması, həmçinin o cümlədən əməyin mühafizəsi qaydalarının pozulması cinayət məsuliyyətinə də səbəb olur. Belə ki, müəyyən əgər xəsarət müəyyən olunubsa, ölüm halları həmin demək istehsalat sahəsində qeydə alınıbsa, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılıb qeydiyyatdan keçmirsə, bununla bağlı da məlumdur ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində də məsuliyyət nəzərdə tutulmuşdur və qanunvericiliyin tələblərinin pozulması nəticəsində işə götürən cinayət məsuliyyətinə cəlb olunaraq demək digər cəzalarla bərabər azadlıqdan məhrum etmə cəzasına da məhkum oluna bilər. Səbat müəllim, istərdim ki, sonda əməyin mühafizəsi normaları və qaydalarına əməl olunmasına nəzarətlə bağlı biz demək tamaşaçılarımızı əsasən də işə götürənləri məlumatlandıraq ki, əgər onlar tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularsa, bu həm inzibati, həm cinayət, həm də mülki məsuliyyətə səbəb olur. Bununla bağlı fikirlərinizi öyrənmək istərdim. Çox gözəl buyurdunuz, Faiq müəllim. Demək, biz ümumiyyətlə əmək mühafizəsi ilə bağlı qanunvericilikdə həm işə götürənlərin, həm işçilərin vəzifələrinin nədən ibarət olduğu qeyd etdik. Və buradan bunu bildirmək istəyirəm ki, təbii ki, qanunvericiliklə işə götürənlər üzərində, işə götürənlər tərəfindən əməl edilməsi vacib olan bir sıra vəzifələr vardır ki, onlar mütləq həyata keçirilməlidir və buradan bir haşiyədə qeyd edim, çıxaraq dedim ki, burada biz bir tərəfli qaydada işə götürənlərin məsuliyyət haqqında qeyd etdik. Lakin burada Toğrul müəllim qeyd etdi, əməyin mühafizəsi üzrə işçilərin də bir sıra vəzifələri vardır ki, onlar da işçilər tərəfindən mütləq həyata keçirilməlidir və bu pozuntularda da təbii ki, işə götürənin də hüquqlarındandır ki, bu pozuntuları müəyyən edildiyi
vaxt həmin işçiləri intizam məsuliyyətinə, maddi və digər məsuliyyətlə cəlb edilməsi ilə bağlı hər hansı bir addımlar atdı. Nəzarət mexanizmində gəldikdə isə qeyd etmək istəyirəm ki, ümumiyyətlə əmək qanunvericiliyinə və əmək qanunvericiliyinin təbii ki, tərkib hissəsi olan əməyin mühafizəsi məsələlərinin həyata keçirilməsinə, qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə təbii ki, nəzarət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsi ilə həmən nəzarəti Əmək Fəaliyyətinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Fəşliyi Xidməti həyata keçirir və Dövlət Əmək Fəşliyi Xidməti istər vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin araşdırılması, istər istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılmasının aparılması və digər belə deyək, bununla bağlı aparılan monitorinqlər, reydlər zamanı aşkar edilmiş pozuntularla bağlı təbii ki, biz qeyd etdik, işə götürənlərin məsuliyyəti müəyyən olunur və bu nəzarətin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntularla bağlı Dövlət Əmək Fəşliyi Xidmətinin hüquqlarındandır ki, işə götürənə icrası məcbur olan göstərişlər müəyyən edib, əməyin mühafizəsi qaydaları, pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atır. Göstərişlər verir, qərarlar çıxarır və bunun qarşılığında əməyin mühafizəsinin düzgün həyata keçirilməsinin mexanizmasına nəzarət edir. Bununla yanaşı iş yerlərində, bunu da buradan qeyd etmək istərdim ki, buradan dinləyicilərimizin nəzərinə çatdırırım ki, iş yerlərində əgər Həmkarlar İttifaqı təşkilatı yoxdursa, burada iş yerlərində işçi kollektivinin üzvlərindən də müvəkkil edilmiş şəxslər seçilərək müəssisə daxilində əməyin mühafizəsi qaydalarına riayət edilməsi həmin müvəkkil işçi kollektivinin nümayəndəsi olaraq seçilmiş müvəkkil tərəfindən də müəssisədə əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməlidir və işə götürən həmin nəzarəti həyata keçirən şəxsə o şəraiti yaratmalıdır ki, o müəssisə daxilində əməyin mühafizə qaydalarına riayət olunmasına, qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət edir və aşkar edilmiş pozuntularla bağlı işə götürəni məlumatlandırır və işə götürənin qarşısında müəyyən tələblər qoymaq səlahiyyətinə malikdir. Həmin müvəkkil edilmiş şəxslər. Ola bilsin ki, buradan bizim izləyicilərimizə üzümü tutub həm işə götürənlər, həm işçilərə bunu buradan çatdırmaq istəyirəm ki, müəssisələrdə bu anlayış bəlkə də bir o qədər, yəni tam belə deyək, bu müvəkkil şəxslərlə bağlı bir balaca məlumatsızdır, amma mən buradan bunu bir daha qeyd edim ki, həmin müvəkkil olan şəxslərin hüquqları nədir, onlar işə götürənləri nədən, nələri əməyin mühafizəsi ilə bağlı tələb etmək hüququna malikdir. Eyni zamanda, təbii ki, Həmkarlar İttifaqları Təşkilatının da əməyin mühafizəsi ilə bağlı, əməyin mühafizəsi qayda və normalarının iş yerlərində həyata keçirilməsinə nəzarət etmək hüquqları vardır və Həmkarlar İttifaqı təşkilatda o tabeliyində olan əmək müfəttişləri vasitəsilə bu nəzarət mexanizmasının həyata keçirir və aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı həm işə götürənlərdən müəyyən bu normaların həyata keçirilməsini tələb etmək, eyni zamanda müəssisələrdə baş vermiş bədbəxt hadisələrin gizlədilmə faktı varsa onların üstünü açmaq və bununla bağlı eyni zamanda Dövlət Əmək Fəşliyi Xidmətinə də bəzi məlumatların çatdırılması və Həmkarlar İttifaqı Təşkilatı olaraq araşdırmaların aparılmasında Həmkarlar İttifaqı Təşkilatının da hüquqları vardır və bu nəzarət mexanizması qeyd etdiyim şəkildə birgə olaraq həyata keçirirlər. Həmkarlar İttifaqının bu hüquqları da Həmkarlar İttifaqı qanunun 13-cü maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilib həyata keçirilir. Mən də hər birinizə öz minnətdarlığımı bildirirəm studiyamıza gəldiyinizə və suallarınızı cavablandırdığınıza görə. Həqiqətən də əmək, fərdi və ictimai rifahın əsasıdır. Hər bir şəxsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ vardır və sağlam və təhlükəsiz əmək şəraitinin, müəssisənin, iş yerinin yaradılması isə işə götürənin ən mühüm vəzifələrindən biridir və sonda bir daha vurğulamaq istərdim ki, işçinin həyat və sağlamlığının mühafizəsi, onun sağlamlığı işə götürənin, müəssisənin mənfəətindən, gəlirindən həmişə
üstün tutulmalıdır. Hörmətli tamaşaçılar, bizə ayrılan efir vaxtı yekunlaşmaq üzrədir. Mən maraqlı müsahibə üçün qonaqlarımıza öz minnətdarlığımı bildirirəm və xatırlatmaq istərdim ki, studiyamızın bugünkü qonaqları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Cavad Cavadov, Doğrul İsmailov və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan filialının müdürü Ruslan Ələkbarov idi. Sağ olun, növbəti verilişdə görüşənədək. Hər birimiz xalqımızın milli mənəvi dəyərlərinə hörmətlə yanaşmalı, vətəndaşı olduğumuz Azərbaycan Respublikasının qanunlarına əməl etməlidir. Unutmamalıyıq ki, qanunların ən alisi qanuna hörmət qanunudur.